Bir qrup Binəqədi rayon sakini Milli TV-yə müraciət edərək bildiriblər ki, bir neçə il əvvəl ailənin keçmiş gəlini Bibi xanım adlı şəxs ailə üzvlərinin xəbəri olmadan, hətta ailənin kiçik qardaşlarına yazılmış vəsiyyətnamə olmasına baxmayaraq, 51 saylı notariusda alqı-satqı müqaviləsi bağlayaraq ailəyə məxsus ata mülkünü öz adına keçirib. Şikayətçilərin sözlərinə görə onlar bu məsələ ilə bağlı müxtəlif məhkəmə instansiyalarına üz tutublar. Lakin haqsız qərarlardan sonra aidiyyatı dövlət qurumlarına çoxsaylı müraciətlər göndərsələr də indiyə qədər problemlərinə baxılmayıb. Bizim mülkiyyət hüquqlarımız bu günləri bir sürü külfət 15 baş nəfər olmaqla məktəbli, uşaq, körpə, əlil, xəstə, qardaşım reanimasiyada bu haqsızlığa dözməyib beyin qan travması ilə, insult xəstəsi ilə infarkt keçirtdi. Cənab Prezident, xahiş edirik, Mehriban xanım, Prezident İlham Əliyev bizi qəbul edin. Bizim sənətkarları qəbul edin. Nazir qəbul eləsin. Nazir. Nazir qəbulunu sana getirəm. Yazın o, yazın. Nazir çöktü. Ədliyyə Nazirinin qəbul şöbəsinə getdi. Qəbul şöbəsi dəfələrlə də qəbul edəndə adici idarə rəisidir. Qəbul edir deyir, bizlik olan bir şey deyil. Necə bizlik bir şey deyil ki, vəsiyyətnamə, Ədliyyə Nazirinin orqanında olan vəsiyyətnamə, tam qüvvədə olan vəsiyyətnamə notarius, Ədliyyə Nazirliyinin tabeliyində olan notarius, həmin o vəsiyyətnaməni görməməzliyə vurur. Avtomatlaşdırılmış elektron sistemdə görmür. Niyə görə cənab nazir? Niyə görə bizi qəbul eləmirlər? Niyə biz sözümüzü prezidentə deyək? Bəli. Qəbul şöbəsinə siz apardılar. Bəli. Və o qəbul şöbəsində sizə nə dedilər? Nə vəd verdilər? Nə dedilər? Bizə dedilər ki, biz sizin şikayətinizə baxmırıq. Biz sizin şikayətinizə baxmırıq. Hal-hazırda bizim məhkəmələrimiz gedir. Eyni ünvanla bağlı. Vərəsəliklər çağırılmayıb, vəsiyyətnaməyə qiymət verilməyib. Həmin o sahələrlə bağlı biz vermişik məhkəməyə. Məhkəmə də buna hüquqi qiymət verəcəkdir. Azərbaycan Respublikasının prokuroru Kamran Əliyevə şikayət eləmişik. Araşdırma gedir. Bununla bağlı biz xahiş edirik. Bu iş köklü araşdırılsın. Bizim evdə bu körpə uşaqları çölə atılmasının qarşısı dayandırılsın. Atanız vəsiyyətnamə ilə bütün mülkün verib kiçik oğluna. Kiçik oğlu Salmanov Rövşənə hal-hazırda infarkt diaqnozu ilə Amma böyük qardaş xəstəxanada reanimasiyadadır. necə satıb onu? Böyük qardaş vərəsəlik çağırılmayıb, vəsiyyətnaməyə qiymət verilməyib. Saxta yolla da, bir sözlə saxta yolla özgələşdir. Saxtakarlıq başlayıb 11 saylı notarius, 35 saylı Binəqədi ərazisi olmasına baxmayaraq Suraxanıda, Hövsanda 35 saylı da vərəsəlik işi açıblar. Həmin o vərəsəlik işini. Sonra da 51 saylı da alqı-satqı eləyiblər. Bu boyda görməməzliyə vurublar. Ona görə ki, bunlar hamısı rüşvətlə olunub. Cənab nazir, cənab prezident, cənab xanım Mehriban Əliyeva bizə yardımcı olun. Bu uşaqların aqibəti axirətinə yardımcı olun. Bu uşaqlar, məktəbli uşaqlar küçüyə atılırlar. Bizi səs verin. Mən dinləmirəm. Axırda mən özü qalmışam belə. Mən hər dəfə gəlib da dayanan deyiləm. Mənim yoldaşım vəziyyəti pisdir. Bax, yanına gedə bilmirəm. Uşaqlar təsdiq, mən uşağımı fikirləşmirəm. Qaynım uşaqlar da var. Ayıb daxı belə. Mən nə gün küçələrdə qalmışam mən. Həmin ərazi. Prezidentə müraciət edirəm. Haqqımızı tələb edirik. 3 dənə notarius. Bizim sənədimizi, haqqımızı tələb etmək istəyirik. Biri çıxsın, baxsın ki, bu sənəd düzdür. Bu vəsiyyətnamə var. Cənab Prezident, xanım Mehriban xanıma müraciət edirəm. Xahiş edirəm, bizi küçüyə atırlar. Haqq istəyirik, ədalət istəyirik. Baxın da nazir, o bir 3 dənə notarius fırıldak yolunda, qolları güclü adamlar da bizi atırlar çölə. Ədliyyə Nazirliyinə müraciət edən ailə üzvlərinə bildirildi ki, yaşayış üçün başqa yerlərinin olmaması ilə bağlı etdikləri müraciətə baxmayaraq artıq ikinci dəfə təyin olunmuş icra prosesinin təxirə salınmasına müdaxilə etmək mümkün deyil. Nazirlikdə ailə izah olundu ki, mövcud qanunvericiliyə əsasən icra prosesinin dayandırılması ilə bağlı əlavə qərar qəbul edilə bilməz.
Məlumat üçün qeyd edək ki, 2 həftə əvvəl təyin olunmuş icra prosesi ailənin sosial vəziyyəti nəzərə alınaraq müvəqqəti olaraq təxirə salınmışdır. Lakin bu dəfəki müraciət təmin olunmaz. Hazırda Süleyman Sani 2 ünvanında icra prosesi həyata keçirilir. Ünvanı vurğulayın. Sen de aklımda bir ev 2, benzili 20. Təzyiqim var, özüm beli kırışasında. Kardeşim ne varsa da canla elleşir. Ben evden atılıram bayrağı. Bu ne demekti? Bu ne hukukları mı var? Niye hukukları taftalanır? Niye vesatnameye bakmırlar? Elan eləmirlər? Niye? Öldürek özümüzü. Sen o prezident, xahiş edirəm. Bu hukuksuzluğa bakın da. 3 tane de tanısı bakmırlar. Adalet yoktu bu dünyada. Bir şey iyi. Aparıp bir kapıyı ve koyurlar. Baba ne insanlar geleceği vatandaş. Neçə baş ailədir? 14 nəfəri. 14 nəfər, 15 nəfər külfədir. Qardaşım bu vəsiyyətdə düşüb reanimasiyada can əyləşir. Amma mən çölə atılıram. Xeyir ola. Vallahi kursu veren ben ağlarım. Gençler hatırlatın. Kalkınsın pul yerde. Hakimler de gelin gelsin. Hamıda halalık vermirəm. O elini özü terbalarla öldürdü ki yatsın. Gitti kalbini gördü. Terbalarla öldürdü. Ben bıçakım kaçtan düştü. Yıllarda ürteni. Deli oldu kaldı orada. Saatini hiçbir insan. Beni çöl atırlar. Allah. Siz kimsiniz? Mən bu evin sakini. Mən bu evin sakini. Atamın yurdudur. Mən Mirzabalar qızıyam. Mən beraber əsasıyam. Necə olur ki, haqsızlıq mənim atamın yurdun kimsə saxtalaşdırıb mənim qolum olmuyor. Mən Çıxməmmədova İsmira. Mən Allahıma bakayım ki bu şey. Siz də bu mənzildə yaşayırdınız. Bəli. Mən yaşayanda o bir panı partalamış hardaydı. Hə? Mənim uşaqlarım burada toy olub. Burada məktəbə gedib. Mən bütün ailə başçısı mənəm indi. Bildiniz? Bu nə haqq hesabdır? Bu nə haqq hesabdır? Allah böyük deyə Allah cəzasız qoymayacaq bunları. Heç birini cəzasız qoymayacaq kızım. Belə şey olar, kimsə də baxmasa, Allah onları, mən ölüm geçsəndə millət görəcək ki, Allah onları necə cəzalandıracaq. Belə şey olar. Bizə yazılı sürətdə bildirməliydilər ki, ay verəsələr, Atos, Rövşənin adına vəsiyyətnamə qoyub. Bu saat mənim qardaşım can üstündədir, ölür. Bu ikinci dəfə ülçü keçirdi, bu evdən çıxarılmış kağıdı gəlməklə. Dünən sırağa gün yox, sırağa gün Öldürəmə diyana verir ki. reanimasiyaya qoymuşuq qardaşım. Çox üstündədir. Sakit ol. Biz mənzildə yaşaya, alıcı gəlib evə baxır. Xeyr, haçan baxdı. Bu evdə 12 nəfər yaşayır. Haçan baxdı ki, bizim xəbərimiz olmadı. Heç kəs, biz birinci məhkəməyə də Ev neçə minə? məhkəməyə də udmuşuq. Necə? Neçə minə satın? 80 minə. 80 minə yox, bax buradakı qaraj. O satanda 150 minə deyirdi buradakı qarajı. Necə olur 5 otaq? Çıx metronun ağzıdır. Çıxın da o tərəfi də çəkin. Metronun ağzı obyekt. Buran hardasa bir 800'dür. İndiki vəziyyətdə 1 milyon qiyməti var. O başsın da aldatdı. Ay bədbaxt. Qalqışsınlar onu, heç nə demirəm. Bu necə bu evə girib oturacaq ha? Qalqışsın onu. Görüm Zərif apardığı evi. Xanıma qismət olsun o torba. Kanallarımız Belə şey olar. Hərə gedirik, baxmırlar. Hərə şikayət edirik, baxmırlar. Bir dəfə, 2 dəfə, 3 dəfə prokuraturaya qədər. Niyə? Xeyir olar. Haqsızlıq, ədalətsizlik baş alıb gedir. Baxan yox deyə Niyə baxan yox? 200 dənə ərizə veririk. Heç birinə qiymət vermirlər. Bir dənə bax bu çağıranda gəlmirlər. Xəstə qardaşım üçün gəlmirlər. məktəbli uşaqların taleyi necə olacaq cənab prezident? Mehriban xanım, bu taleyi necə olacaq? Necə olacaq bu uşaqların taleyi? Taleyi çox acınacaqlı olacaq. Belə şey, belə. Biz öləcəyik. Qərarımız Heç nə, ölməkdir. bax burada asfalt. Bax burada öləcəyik. Buradan da Bu çıxmayacağıq. asfaltın ortasında biz çadır qurup. Səfirlikləri çağıracağıq.
Prezidentimizə səslənirik. En büyük dert de ata ocağından səyah atılmasınlar. Bizim- Niye? İnsan Beş hüquqlarımız otak tapdanır. hanıma bakır. Hayır İnsan ola. hüquqlarımız tapdanır. Alanda o xanımın 12 yaşı var idi. Atam üçün gəlib ev alıblar, atamın evini satırlar. Bura mənim atamın yurdudur. Atam özü vəsiyyətnamə qoyub mən o kiçik qardaşıma, onu da siz köst edib ölü vəziyyətində reanimasiyaya saldılar. versin hanımın. Allah belasını versin onların. Can qızsın. Kimin bu elde? Baba işte eli var. Allah olan balalarından çektirsin, canlarından çektirsin. 35, 11 sayılı 35, 51. 51. Hamısı saxta. Videoda görməyiblər vəsiyyət. Görüblər. Bu görevler sadece pul gücüne, kol gücüne bakmıyorlar. Notariuslar üstün bağladılar. Gelmediler məhkəmələrə. Qətnaməyə dəyişən adam notariusa ne bakacaklar? Dəyişikliklə Ben niye ben verəsəliyimi qol çəkməmişəm? Hə? Mən verəsiyəm də, mən qol çəkməmiş necə özəlləşdirə bilərdi bu evi? Mən atamın adına da mən qol çəkməmişəm. Nə atamdan sonra çəkməmişəm, nə qardaşıma çəkməmişəm, nə anama çəkməmişəm. Necə bu işi görüblər mən bilmirəm. Kim durub bunların dalında mən bilmirəm. Bizim vəstləri dağılmıyor orada. Zaman bize bir gəlib onlar ayrı onu almayıb. Arkadaş bilirəm çıxıb ödərsiniz. Siz kimsizsiniz? Sen ülkenin beşlerine bakın. Niye kastırırsınız orada? Orada beş gelin şey var. Onlar yetsin sonra siz keçərsiniz. Ben gidip bakıp gelinlerim. Gel ben onun yerine geleceğim. Ziynət əşyası var xanımlar. Niyə olmaz? Bəlkə ziynət əşyası var, olmaz ki, bir keçirdi. Bəlkə ziynət əşyası var xanımlar, olmaz ki. Bak görürsen her yerde böyle haksızlıklar gelir. Her yerde. Her yerde. Ben eşyamı götürebilmem. Maşinikdir. Onlar maşinikdir. Onlar Evdir, əşyadır. Hər halda gəlin bir nişan üzüyü də var. Benim var. Mənim də var. Mənim də beşim var. Benim var. Niye icazə Ben vermedi? geldim. Allah'ın tuvalette vermedi. Təcili yardım elədi. Tuvalete bırakmadılar. Üzr istəyirəm ifadəmə. Benim geldim. İcazə vermirlər. Mənə icazə vermirlər tuvaletə. Tuvaletə gedirəm. İğne vurdurup da. Bakın çekin. Koymurlar içeri tuvalete girip. Bak her yerde böyle. Təcili yardımda da sənədim var. Nerede budur? Bu dəqiqə təzyiq yuxarıdır. Bizim var, Mən bizim var. ölsəm xanım bəlasını versin. Bak benim Maşinikdirlər. saklıyorlar bizi. Maşinikdirlər onlar. Maşinik. Bize böyle saklıyor. Allah var ya. İcazə Allah vermir. görecek Allah'ını de. severim, tuvalete Ben koyun da. görmesem de bu uşaq görecek ki. Bak ben görmesem de bu uşaq görecek ki. Allah onları necə. Mənim atamın, mən babam, atam evi atama bağışlayıb, atamı koymurlar, götürsün evi, koymurlar, koymurlar. Atasının yanına gitmelidir yanında. Aslında kardeşim ne yapıyorsa da biz kalmıyoruz küçük yerlerde. Bakan yoktu. Niye bakmıyorlar? Bak bu boyda boyu var ey gelinin. Burada ne yaşamıyor. Ne zaksı olmayıp kardeşimle. Bu necə fırıldaqla bu evi ele keçirdi. 4 tane gelini, 2 bacını, bu 3 tane gelini, 4 bacını. Eğer bu ev onun idisə, məxsus ona idisə. Məhkəməyə gəlib niyə çıxışı üç yeri? gəlin bura gəlin? Üç gəlin bura gəlin. Naziri Ceyizlə gəlirlər. hərəkəti bizi çox Bəli. məyus elədi cənab Baxılmır. prezident. Cənab prezident, bizə Baxılmır, edam bizə verin. ədalət Bu vermirlər. uşaqlarla bir yerdə ölüm cəzası kəsin. Bəsdirin daha. Öləcəklər Elə şey burası yox. orada. Onsuz Hara öləcəklər aparın, yeri sonunda. yoxdur. Mən indi Hara hara aparın. köçüm bu uşaqlarla mən hansı ocağın başına yığışım, asfaltın ortasında Yerimiz yaşamalıyım. olsaydı bu böyle çürükler buraya yığışardık. Bir-birini imkan daxilində atamdan sonra ev alıp çıxardıq. Yoktu da, heç kiraya qalmağa bizim pulumuz yoktu, istəyənimiz yoktu. Biri de şikast eləyib ölü qalıb orada. İğnəsin dərmanını ala Allah bilmirik. belasını versin. Hak adalet yoktu ha insanlar. Adalete bakan yoktu. 3 tane de sarı hakkımıza girip bu boyda 15 neferi asıp düştelere bakın. Bu her tarafı abiyetti. Bizim evimize bakın. 15 külbeti asırlar bizlere gelin. Haksızlık olar. 15 odak. Bəli budur pencere. Öteki, bak bu ev bize nasıl kıymetli obyektler. İnsanlar kimi var burada. Yani buranı da kontak bizden təklif eləmişdi, istemişti puluyla. Biz vermedik. Çünkü burada büyük bir aile yaşıyordu. Niye Nazırı Bak bura bakmır? bizim sənətimiz var. Hiç bakmırsan. Bu nətər sənədləşdirdi. Vəsiyyətnaməmiz var bu evə.
Bunlar nətən elədim, mən qol çəkməmişəm. Məni uyandırır ki, mən böyük övladam. Bu evi adına keçirdəndə mənə qardaşım olsun, atamdan sonra anam olsun, sonra bu gəlin olsun. Mən beləsə kimi niyə notariusda iştirak eləməmişəm? Bu notariuslar bu hissəyə baxmayıblar. Niyə deməyim ki, Atoz qardaşının adına vəsiyyətnamə qoyur? Ax, bu evin hesab min qiyməti yox idi. O satanda buranın 700 qiyməti vardı. İndi ancaq milyondur. Çünki obyektdir, bu otaq obyekt. Gördünüz, ən yüksək, ən səviyyəli obyektlər var burada. Metro da deyil, pleşandan düşürsən metrodur. Ama Mən daha nə sübut eləyim olar. O da gəlsin bir belə danışsın ki, mən haqq ədalətlə. ama